Milli Hidrometeorologiya Xidməti martın 12-sinə gözlənilən hava məlumatını açıqlayıb. Doğru Xəbər Azərbaycan bildirir ki, açıqlamada deyilir: Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, tutulacağı, yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, temperatur gecə 3-7, gündüz 12-17 dərəcə isti, atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə gecə və gündüz 60-70% proqnozlaşdırılır. Naxçıvanda, eləcə də Azərbaycan əksər rayonlarında da sabah yağıntı gözlənilmir. Bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 3-8, gündüz 18-23, Naxçıvanda isə 19-24 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 10-15 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.